Başladıq. Hı. Salam dostlar, xoş gördük sizi. Yenidən bizik gəlmişik. Nigar nə var, nə yox? Mən başa salım, mən nəyə görə qara eynəkdəyəm. Daha doğrusu, əgər siz mənim Instagram səhifəmi izləyirsinizsə, bu suala cavab sizdə var. Əgər izləmirsinizsə, izləyin. Yaxşı reklam oldu. Dostlar, əslində vəziyyətimiz o qədər də gülməli deyil. Rusiyada baş verənlər bizi də bir vətəndaş olaraq çox narahat edir. Birincisi, Rusiya bizim böyük qonşumuzdur. Amma Azərbaycanın bu şəkildə sərt reaksiya verməsi, onun soydaşlarına qarşı rəftarı ilə bağlı çox sevindiricidir və çox yerindədir. Bu olmalıydı. Bu məncə daha əvvəldə ola bilərdi. Azərbaycan müstəqil dövlətdir, onun soydaşlarına toxunmaq olmaz. Burada bir Rusun burnu qanayanda Rus vətəndaşının dərhal oradan bəyanatlar gəlir. Niyə Azərbaycan hökuməti, Azərbaycan dövləti, Rusiyada yaşayan, yalnız Rusiyada deyil, yəni hər yerdə yaşayan vətəndaşlarının qayğısında qalmalıdır, soydaşlarının qayğısında qalmalıdır və dərhal da reaksiya verməlidir. Lap kəskin reaksiya verməlidir özü də. Yəni mən Azərbaycanın dövlətinin reaksiyasını dəstəkləyirəm, 100% onun tərəfindəyəm. Sən necə? Təbii ki, mən də. Reaksiya sərt oldu, amma əla oldu. Mən çox sevinirəm ki, indi müasir bir söz var, canceling siyasəti gedir və bütün mədəniyyətlə bağlı bütün tədbirlər ləğv olunur. O cümlədən zəhləm gedən bax bu Rus artistləri hamısını yığıb gətirirlər bura. Qabaqlarına nə bilim rəqs eləyirik, papaslar kimi, nə bilim falan, ay как вкусно, oy какая dolma, ay nə bilim nə. Tamamilə mənasız, belə 1 qram istedadı olmayan musiqiçilər gətiririk burada, bəhbəhlə təqdim edirik. Elə gəlməsələr yaxşıdır. Təbii ki, mən yəni həmin o cancelingin səbəbi faciəlidir və mən də çox sevinirəm ki, bizimkilər bax belə bir sərt reaksiya verirlər. Elə də olmalıdır. Siz, mən Azərbaycan vətəndaşlarının və soydaşlarımızın hər yerdə getməyə, hər yerdə yaşamağı seçməsinə yaxşı baxıram. Yəni Almaniyada gedib yaşaya bilərlər, Rusiyada da gedib yaşaya bilər. İnsandır. İnsan daim həmişə köç edibdir bir yerdən digər yerə. Amma mən çox istərdim ki, onlar köç edərkən, bir yeri seçərkən rəsmi olaraq seçsinlər. O deyək ki, orada onlara hansı hüquqlar verilirsə, hansı hüquqlar tanınırsa, o hüquqlardan axıra qədər istifadə etsinlər. Yəni Rusiyada qeyri-rəsmi 5 milyona yaxın azərbaycanlı yaşayır. Mən başa düşürəm, həyat şəraiti bəzisinin çox burada pisdir, ona görə köçüb gediblər. Məsələn, daha yaxşı həyat arzulayırlar, daha yaxşı həyat yaşamaq istəyirlər və gedirlər. Bu çox insani bir şeydir və bu çox başa düşüləndir. Amma gedib orada gizlin yaşamaq lazım deyil. Gedib orada haqqı, ədaləti bərpa etmək, tələb etmək gücünə sahiblənmək lazımdır. Yəni ki, rəsmi bir şirkətdə işləmək lazımdır. Özünü inkişaf elətdirmək lazımdır. Onların qanunlarını yaxşı bilmək lazımdır. Heç bir ölkədə gərək ki, qanunu bilən adam onu pozmağa çalışmır. Yəni o dövlətə getdinsə, o dövlətin mütləq qanunlarına əməl etməlisən. Amma bəzən qanunlara əməl edəndə də Rusiyanın son hərəkətləri qanundan getmir. Məhz Azərbaycanlılar, özdə bəzən mən eşidirəm ki, ümumiyyətlə Rusiyanın etnik təmizləmə siyasəti belə güya ki, bütün milliazlıqlara qarşı belədir. Yox, yəni bütün milliazlıqlara qarşı deyil. Yalnız deyək, özbəklərə qarşı, türkmənlərə qarşı, azərbaycanlılara qarşı, indi də Ukraynalılara qarşı, Ukraynalıları dəstəkləyənlərə qarşı bu şəkildə Rusiya çox aqressivləşibdir. Yəni ki, normalda gərək ki... Müharibə başlayandan sonra Rusiya çox aqressivləşib və həmin vaxt bu siyasət daha da kəskinləşir. Sanıramsa, bax, indi hazırda həmin bax bu vəziyyətdə 2 vətəndaşımız öldürülüb. İkisi çox ağır vəziyyətdə xəstəxanadadır.
Və mən orada həbs olunanlardan birinin müsahibəsini oxudum. O deyir ki, onlar təbii ki, çox dəhşətli şəkildə döyüblər, işgəncə veriblər və çox da təhqir ediblər. Ну, как вам чурки? Yəni də çurka bu rusların Rusiyada bizimkilərə və digər Qafqaz millətlərə yaxud da Özbəkistan və Tacikistan vətəndaşlarına qarşı belə təhqir bir sözdür. Yəni çox ayıb bir vəziyyətdir. Təbii ki, belə olmamalıdır. Bunun yəni diplomatik və hüquqi yolda nə qədər mümkündürsə, Rusiyadan buna görə cavab almaq, hüquqi qiymət almaq lazımdır bu məsələlərlə bağlı. Hətta onların hamı deyir, Rus mətbuatı da yazırlar ki, bu məsələ biz yəni Rusiya buna görə üzr istəməməlidir və s. və ilə axır üzr istəməyəcəkdir. Əlbəttə ki, təyyarəni burada üzr istəmədi, buna da görə üzr istəməyəcək. Amma Azərbaycan orada yaşayan Azərbaycan lokal səviyyədə oldu. Azərbaycan vətəndaşları yəni bir yerdə olmalıdırlar. Xüsusən bu yalnız toyda, hüzurda deyil yəni. Məhz bu şəkildə hüquqları pozulanda, onların hüquqlarına müdaxilə olunur. Mən baxıram Rusiya bazarlarında Azərbaycandan gedib orada alver edənlərin də əmlakına müdaxilə edirlər, atırlar, ondan zayi edirlər, qoymurlar işləsinlər, satmağa qoymurlar və s. və ilə axır. Yəni belə aşağılayıcı bir tərzdə davranırlar. Bu mövqe olmamalıdır Azərbaycanın. Azərbaycanın mövqeyi, bugünkü mövqeyi keçmiş SSR məkanında ən parlaq bir mövqedədir. Azərbaycan vətəndaşı fəxr eləməlidir ki, o Azərbaycan vətəndaşıdır və bu fəxr etmək hüququnu da və yaxud vəziyyətini də hər yerdə istifadə etməyi bacarmalıdır. Özlərində işləməlidir. Mən birisindən maraqlıdır. Tutaq ki, Filip Kirkorov, indi o gələn artistlərin arasında o yoxdur, amma yenə də gəlmişdi amma əvvəl. Gəlməkdə onun problemi var idi. O çox gözəl, çox emosional bir mesaj yazdırdı, videona müraciət etdi ki, mən çox sevirəm Azərbaycanı, mən hər yerdə onu dəstəkləyirəm falan və ondan sonra gəldi. Konserti də oldu, zallar dolu idi. Filipi Bakıda çox sevirlər. Mən şəxsən sevirəm. Amma bir artist kimi mənim üçün də işlədi. Ümumiyyətlə mən rus musiqiçilərdən zəhləm gedir, hamısını bax belə topluq olaraq. Sadəcə onun insan kimi, şəxsiyyət kimi baxırsan, deyəsən Instagramda onu izləyirəm. Belə də səmimi, normal belə bir insandır falan. Mən nəyə görə indi ona bağlı danışıram Şahbaz bəy? Deməli, Filip 2 gün öncə Instagramda bir açıqlama verib, çox sərt danışıb özdə və deyir ki, Ermənistanda Samvel Karapetyan həbs olunub. Samvel Karapetyan əslində Rusiya vətəndaşıdır və Rusiyanın milyarderlərdən biridir. Taşır adında böyük bir holding var, tikinti işlərlə, təmir tikinti işlərlə məşğullar. Təbii ki, dövlət tenderlərini udurlar və s. Və o Ermənistana gəlib və onu orada həbs edib Paşinyan. Kilsəyə dəstək verir. Və bax elə indi Kirkorov buna dəstək vermək üçün belə qəşəng, alovlu bir video yazdırır. Bax mənim demək odur ki, mənə maraqlıdır. Hər hansı bir rus musiqiçisi, artisti, bax bu ailənin başına gələn hadisələrlə bağlı hansı bir dəstək verəcəyimi təbii yoxdur. Mən başa düşmürəm niyə belə olur. Çox maraqlı bir məqama toxundunuz. Yəni onlar əslində baxsan FSB-nin və yaxud da Rusiyanın hüquq mühafizə orqanlarının törətdiyi hər hansı bir cinayət əməlinə qarşı dirəşərək, gedərək ona qarşı heç zaman münasibət bildirməzlər yəni. Onlar əlbəttə kənarda baş verən məsələlərə onlar müdaxilə, xüsusən yəni milyonçular, imkanlı adamları müdafiə. Nəysə mən istəməzdim heç Rusiya şousundan, şou biznesindən danışaq. Əslində Rusiyanın ədəbiyyatından da danışmaq olmur. Müasir dövrdə mən görmədim ki, məsələn, bax elə bu halları pisləyən bir ədəbiyyatçı çıxsın ortalığa, danışsın ki, məsələn, niyə Rusiyada yaşayan insanlara bu cür münasibət olmalıdır? Normal halda axı ədəbiyyat bu şeyləri yazır, yazmalıdır və buna qarşı da getməlidir. Yəni amma Rusiyada bax belə bir ədəbiyyat da görmədim. Əksinə jurnalistlər polislərdən daha pis şəkildə hücum edirlər. Yəni deyirlər, düz ediblər, bizim polisimiz getməlidir, cəzalandırmalıdır və s. və ilə. Bu Azərbaycanlılar və yaxud qeyri-Azərbaycanlılar Rusiyaya gedirlər. Birinci, onlar gedirlər öz
əslində köhnə ərazilərinə gedirlər. Yəni onlar başqa bir yerə getmirlər ki. Daim olduqları ərazilərə gedirlər və onlara eyni şəkildə dəyər verilməlidir. Necə ki burada bir rus yaşayır və ona dəyər verilir burada, onun hüquqları burada qorunur. Bir Azərbaycanlı da Rusiya ərazisində yaşaya bilər və onun hüquqları qorunmalıdır orada. Ona toxunula bilməz yəni. Orada yəni əmək hüququnu ifadə etməlidir, ondan əmlak hüququndan istifadə etməlidir və s. bütün normal hüquqlardan istifadə etməlidir. Amma necə olur ki, biz Azərbaycanda rus məktəbləri, rus insanları bizim həqiqətən də mən çox sevinirəm birincisi rusların burada yaşamasına. Bu çox normal bir şeydir. Amma və heç onların ayrılmasının da ayrı seçkiliyin də əleyhinəyəm tamamilə. Yəni ayrı seçkilik olmamalıdır. Yavaş-yavaş mina sahəsinə yaxınlaşırıq. Minalar var burada. Hazırsınız buna? Önə sual verim sizə. Sizcə rus məktəbləri bağlanmalıdır yoxsa yox? Səmimi deyim, Nigar, mənə elə gəlir ki, ümumiyyətlə heç bir məktəbi bağlamaq olmaz, bağlanmamalıdır. Amma heç bir məktəb əlahiyyətdə vəziyyətə də gətirilməməlidir, qaldırılmamalıdır və mənə elə gəlir ki, rus məktəbləri də tədricən elə vəziyyətə gəlməlidir ki, onu Azərbaycan dövləti maliyyələşdirməsin. Qoy onu deyək ki, müəyyən biznes adamları maliyyələşdirsin, özəl məktəblər olsun, rus məktəbləri və yaxud dövlət məktəblərində yəni ikinci dillə yaxın bir statusda olsun rus dili. Amma Azərbaycan dövləti ayrıca olaraq rus məktəblərinin Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsi bu həqiqətən də başa düşülən deyil. Mən bir Azərbaycan vətəndaşı olaraq deyərəm ki, yaxşı, Azərbaycan dövlətinin imkanları varsa, onda zəhmət çəkib Azərbaycan dilli təhsil sisteminin inkişafına sərmayə qoysunlar. Yaxşı ədəbiyyatlar tərcümə elətdirsinlər. Yaxşı kitablar nəşr etsinlər. Mütəxəssislər cəlb eləsinlər burada müxtəlif fənlərin yazılması üçün. Yəni Azərbaycan mütəxəssislərinin ümidinə qalmasınlar, necə ki əsrin əvvəllərində edirdilər bunu. İndi də edə bilərlər yəni. Ona görə mən bu maliyyələşmənin tədricən aradan qalxmasının tərəfindəyəm. Kəskin də olmasa, amma bu olmalıdır. Mən sizinlə bax bu hissədə razıyam ki, doğrudan da absurd bir vəziyyətdir. Xarici dil məktəbi özəl olmalıdır. Düzdür? Amma eyni zamanda mən razı deyiləm ki, rus məktəbləri bax indi bu saat hamısı bağlansın falan belə də. Hər bir dəfə bu tema mütləq bizim cəmiyyətdə müzakirə olunur və təbii ki, çox gərgin müzakirələr olur. Mənə görə bəli, bu xarici dildir və mütləq özəl olmalıdır məktəb. Amma siz bir anlıq, bax bir anın içində, hətta bir ilin içində bu prosesi edə bilməzsiniz. Çünki axı minlərlə uşaqlar var, hansı ki təhsilini başlayıblar almağa, məsəl üçün rus məktəbində. Onları birdən-birə məsəl üçün rus məktəbə bağlandı, keçir indi Azərbaycan məktəbinə. Bu doğru deyil. Yəni bu proses olmalıdır, amma yavaş-yavaş, addım-addım və heç kəsə zərər etmədən. Düzdür, kimsə deyə bilər ki, Azərbaycan dili, Azərbaycan təhsil sistemi daha da yaxşı olsun deyə vakuum yaranmalıdır. Elə bax bu rus məktəbləri bağlanmalıdır. Olar mən bir şey də deyim, nəyə görə indi qırğın başlayacaq da, yəni kommentlərdə. Sözsüz ki, rus məktəblərində, Azərbaycanda yerləşən rus məktəblərində təhsil səviyyəsi daha yaxşıdır, nəinki Azərbaycan məktəbində. Və hətta evdə Azərbaycan dilində danışan insanlar öz övladlarını çalışırlar rus sektoruna verməyə. Razısınız buna? Mən razıyam, amma çarəsizlikdəndir. Amma hətta rus sektorunu bitirən çoxlu deməli abituriyentlər, onlar gedirlər Almaniya, İngiltərəyə təhsil almağa, Rusiyaya getmirlər. Rus məktəblərinə çarəsizlikdəndir. Baxın, burada mən bir qırmızı xətt keçirim. Ümumiyyətlə, özüm rus diliyəm deyə illər boyu həmişə... Deyim ki, mən də, bax, biz bu podkastda danışandan sonra mən artıq dilim topuq çalır səndən danışanda. Yəni düz əməlli Azərbaycan dilində cümlə qura bilmirəm nədənsə. Rus dilində təhsil almışam, rus məktəbində oxumuşam. Ümumiyyətlə Şəhbaz müəllimlə ailəmizdə biz çox belə də harmoniya içində yaşayırıq, hər şey əladır. Yalnız bir mövzu ortaya düşəndə Rus və Azərbaycan sektoru evdə biraz... Nə olur?
qırğın düşür. Hə. Bir şey də sizə deyim. Bir dəfə də İTV-dən zəng vurublar mənə, hardasa 2-3 il əvvəl. Yenə mövzuydu, rus məktəblər bağlanmalıdır yoxsa yox. İlk dəfə belə şey başıma gəlib. Jurnalist məndən soruşub ki, "Nigar xanım, siz fikrinizi öyrənmək olar?" Dəvət etmədən öncə də sanki belə səsləndim. Mən də başladım baltalamağa da ki, təbii rus məktəblər bağlanmalıdır, amma indi yox, birazdan falan nə bilim nə. O isə məndən belə mövqe gözləmirdi. O elə bildi ki, mən rus dili olaraq mütləq deyəcəm ki, Rusiya bizim ən yaxşı dostumuzdur və biz ondan həmişə sülh, əmin-amanlıq olar, axı rus ədəbiyyatı var, axı nə bilim nə falan. Mən gəlib belə düşünmürəm. Əksinə nifrət edirəm. Yəni də bax bu o deyirlər, veliki ruski mir. Bax ona nifrət edirəm. Yeri gəlmişkən o böyük bir mifdir Şahbaz bəy. O ki deyirlər, rus ədəbiyyatı falan. Sözsüz Dostoyevski və Tolstoy çox böyük yazıçılardır. Amma dünya ədəbiyyatı miqyasında tutaq ki də əgər dünya klassikləri seriyası çıxırsa İngiltərədə, orada olacaq kim istəyirsə olacaq. Dostoyevski yalnız elə Crime and Punishment olacaq. Tolstoydan da Anna Karenina bu qədər. Yəni Çexov ümumiyyətlə olmayacaq, Pushkin heç tanıyan da yoxdur və s. Biraz Türkiyədə yer gəlmişkən daha populyardır rus ədəbiyyatı, nəinki xaricdə. Müasir yazıçılardan isə söhbət gedirsə, ümumiyyətlə müasir rus ədəbiyyatında parlaq ulduzlar yoxdur və heç kəsə maraqlı deyil, xüsusən Azərbaycanda. Bu çox qəribə bir şeydir. Rusiyada bestseller olan kitablar Azərbaycanda maraqlı deyil. Heç kəsə onların yerli yazıçıları, xüsusən indi nəzərə alsaq ki, onlar hamısı indi Z yazıçılar deyirlər də, onlara Ukrayna qarşı yazırlar ona görə. Əslində bu Rusiya, Rus mifi məncə də şişirdilmişdi. İndi deyək ki, Azərbaycan televiziyalarında Rusiyaya qarşı hansısa bir məlumat gedib, hamı təşviş içərisindədir, Rusiyaya qarşı falan. Niyə görə getməməlidir? Gündə Azərbaycana qarşı, gündə də olmasa, Rusiyanın ən belə rəsmi kanallarında Azərbaycanla bağlı tənqidi fikirlər gedir, yəni burada. Əgər orada gedirsə Azərbaycan televiziyalarında niyə getməsin? Çox normaldır, belə də olmalıdır. Bir başqa şey deyim, mən həmişə fikirləşirəm ki, baxın, əgər bu Dostoyevski doğrudan da dahidirsə, niyə onda onun xalqı bu gündədir, yəni? Bir dənə cəmiyyət yarada bilmir, yəni. Yaxşı sual. Əgər Tolstoy doğrudan da dahidirsə, niyə onun xalqı, axı, bütün Avropa cəmiyyətini götürün. Yəni, mənə elə gəlir ki, Amerika cəmiyyətini yaradan elə Hemingwaylərdir, Jack Londonlardır, Fitzgeraldlardır, bunlardır da, düzmü? Hemingway'in yaratdığı qəhrəmanları görürsünüz, necə möhkəm, mübariz, amma ədalətli. Amma deyək ki, niyə onda Tolstoyun yaratdığı və yaxud Dostoyevskinin yaratdığı, bax, o cəmiyyət bu şəkildədir, yəni. Genişlənmək, zəbt eləmək, qonşuları aşağılamaq, daim yəni ki, hücum, kobudluq, yəni bu belə adam məhtəl qalır. Bir tərəfdən biz deyirik ki, doğrudan da bunlar dahidir. İkinci bir tərəfdən əgər dahiliyin deməli görüntüsü müasir Rusiyadırsa, onda orada dahiliyi yoxdur, təəssüf ki. Mən bir şey yadıma düşdü. Hardasa bir 10 il əvvəl siyasətçi İlqar Məmmədovun Avropa İttifaqının dəstəyi ilə Bakı Siyasi Məktəb məqsədində belə bir layihəsi var idi. Əvvəl Bakıda bitirdim. 3-4 aylıq maraqlı bir seminar idi. Çox maraqlı idi. Azərbaycanın parlaq gəncləri, o vaxt gənc idim, yığırdılar və çox maraqlı idi. Ondan sonra da bəziləri göndəriblər Moskvaya. Sizin yadınızdadırsa mən də getdim və oradan belə qayıtdım ki, Şahbaz bəy, orada olan Rus liberalları, demokratlar o vaxt belə də necə deyirlər, расцветали də belə, hər şey belə, onlar çox populyar idi. O vaxt o qədər onların rejimi sərt değildi də, danışırdılar falan. Bizi yığdılar böyük auditoriyada, 200 nəfər gənc idi və dayanmadan orada bax Vladimir Kara-Murza, nə bilim, onların bütün liberalları çox qəşəng, çox parlaq danışırdılar. Eyni zamanda orada olan gənclər hamısı çox ağıllı idi, çox savadlı idi. Onların orta statistik olaraq görə fikri mənə belə gəlirdi ki, ay Allah, bu necə danışır da, yəni dünya görüşü, tarix biliyi falan çox qəşəng idi. Mən oradan belə qayıtdım ki, ay Allah, niyə bizim cəmiyyətimizdə belə parlaq simalar azdır da, yəni siyasətçilər, ədəbiyyatşünaslar, tarixçilər falan.
Sonradan bax bu hadisələr, yəni son illər o ki başladı, hər şey daha sərt olmağa, onların rejimi, üstəlik də bu Ukrayna ilə müharibə. Bax elə eyni faktiki eyni fikir məndə də yarandı ki, hardadır bax bunların hamısı, bax bu parlaq gənclər, ağıllı siyasətçilər, cəsarətli insanlar, nə oldu hamısı? Yəni heç bir xeyir olmadı. Yeri gəlmişkən onların liberallardan biri elə eyni şey deyirdi, çox böyük belə fəryadla ki, biz belə çıxır ki, biz illər boyu yaratdığımız heç nədir. Yəni heç nə. Песок сквозь пальцы. Yadımdan çıxır ki, onu deyib. No, как песок сквозь пальцы. Yəni heç nə. Belə sıfır. Yəni məsələn bayaq rus yazıçıların xaricə tərcümə olunmasından getdi. Mən bir şeyə valeh oldum ki, Züleyxa əsəri dərhal başqa dillərə və 30-dan çox dilə tərcümə olundu. Amma bu da bilirsiniz niyə görə? Çünki sürgünlərdən bəhs edirdi. Yəni Rus Tatar sürgünündən, Tatarların Sibirə sürgünündən bəhs edirdi. Nəysə. İndi gəlmişəm gözəl yaxına inagentdir. Özü Qazaxstanda köçüb orada yaşayır. Düzdür, son kitabı çıxıb Rusiyada, amma onun səsi çıxmır. Bax 3 ildir ki müharibə başlayıb. Heç bir Facebookda falan da ondan dostum Facebookda. Mənə gəlir ki, başa düşürəm, anlayışla yanaşıram, qınamıram. Sadəcə deyirəm onlar belədirlər də. Ya mənə gəlir ki, belədir daha doğrusu. Hə, sizin o Rusiyadakı təsirlənmisiniz gedəndə o konfransda falan nə bilim nə. Sadəcə mənə gəlir bu təsirlənmə bir tərəfdən bizim cəmiyyətə yaxşı bələd olmamaqdan. Bizim o qədər yəni xırda anladınız yox, biraz əslində çox rahat. Biraz ilham oldunuz ki, mən rus diliyəm və ona görə cəmiyyət yalnız söhbət sizdən getmir. Yalnız sözdən söhbət, yəni konkret sənin mövqeyindən getmir. Ümumiyyətlə gərək biz Azərbaycan insanına dəyər verək, yəni bütün səviyyələrdə. Bir-birimizə qarşı həddindən artıq aqressiv yox, bir-birimizə qarşı kəşf edəcəm mövqedə, kəşf etmək mövqeyində. Yəni biz tanımalıyıq adamlarımızı, onların əməklərinə, onların xidmətlərinə dəyər verməliyik belə. Şabat bəy, mən təzədən təkrar bu mövzuya toxunmaq istəyirəm də. Bax mən Rus məktəbini bitirmişəm. Sadə niyə baxırsınız? Çox tanışdım. Yox, siz yox, ümumiyyətlə. Hə, yaxşı. Rus məktəbini bitirmişəm və siz bunu bəlkə də hiss etmirsiniz də. Amma daim bax bu tikanlamaq ki, bu rus dilidir, 5-ci kolonna, rus baş falan. Belə şeylər daim Instagramda girib yazırlar rus baş falan. Bir kəlmə söz rusca deyirsən. Hətta mənim o ləhcə ilə danışmağım, aksentlə danışmağım insanları çox qıcıqlandırır. Sözün düzü elə də asan deyil. Yəni Rus məktəbi bitirmək bu mənim öz axı seçimim deyil. Mən zaman maşınına minib təzədən geri qayıdıb orada heç nə düzəldə bilmirəm də. Yəni valideynlərim mənə hər ikisi təbii Azərbaycan məktəbini bitirib, amma o vaxt üçün ən yaxşı təhsil vermək istəyirdilər və təbii ki bu Rus məktəblərinə daha yaxşı təhsil idi, verirdilər. Nə bilim də yahudilər, ruslar, çox qəşəng müəllimlərimiz var idi. Yeri gəlmişkən mən məktəbdə aldığım təhsillə nisbətən razıyam. Yəni çox yaxşı idi hər şey falan belə. Amma indiki bax bu o ki başlayırlar bizi qınamağa. Mən ümumiyyətlə etiraz edirəm buna. Yəni cəmiyyəti parçalamaq, onsuz da bizim cəmiyyətimiz belə də necə deyim, parçalanmış deməzdim. Qarabağ müharibəsindən biz gördük ki, hər kəs birləşdi də, rus dili, Azərbaycan dili, nə bilim, orada falan heç bir şey olmadı da bu. Amma bax bu parçalamağa qarşıyam. Rus dili, Azərbaycan dili, nə bilim, başqa şeylə deyim. Rus dillərlə bağlı belə bir mif var ki, biz özümüzü elita hesab edirik. Mən hələ belə bir şey görməmişəm. Mənim ətrafımda nə belə bir dostum olub, nə rəfiqəm olub ki, desin ki, biz bilirsiniz elitayıq. Bu söhbət hardan irəli gəlir? Məncə bu söhbəti də siz özünüz uydurmusunuz. Biz onu uydurmamışıq, biz deməmişik. Yəni bu insanla söhbət eləməkdir. Uydurmusunuz. Hə. Belə dostlar, çox sağ olun bizi dinlədiniz. Əgər istəyirsiniz bizə çox insan baxsınlar. Birinci komment yazın, suallar yazın. Növbəti verilişlərin birində, podkastların birində yazılan suallara cavab verəcəyik. Və növbəti verilişimiz mənə gəlir ki, sərhədlərlə bağlı olacaq. Birincisi, şəxsi sərhədlər. Mən bütün travmaları hələ təmizləməmişəm. Bildirmədim bayaq kimi. İctimaiyyədən o ki, jurnalizm vurmuşdu, sual verdi. Mənim cavabından sonra məni dəvət eləmədi. Mən o travmayla 2-3 ildir ki, yaşayıram. Bu birincisi. İkincisi, Şaban bəy,
Əslində siz Hər onu jurnalist baxın zəngini belə travma kimi qəbul yox, etmək. mən sizin ki, sizin fikrinizi bilmək istəyirəm. Mən deyirəm və görürəm mənim fikrim elə mənasızdır ki, o məni heç çağırmır ona sonra verir. Nətər olacaq? O vaxt cəmiyyətdə belə bir fikir var idi ki, ümumiyyətlə rus dili Bəli. artıq əsas dillərdən biri olmalıdır. Yox, zarafat bir yana. Hə. Mənə belə gəlir ki, o sadəcə Və fikirləşirdi ki, birdən-birə rus məktəbləri də olaraq çoxaldı. mən rus sektoruna, rus dilinə, rus məktəblərinə mütləq böyük dəstəyi verməliyəm və deməliyəm ki, ruslar bizim çox yaxın dostumuzdur. Və bir şey də məsələyə mütləq demək lazımdır. Zarafat bir yana. Bir xalq olaraq biz axı heç vaxt 20 yanvarı Xocalını unuda bilməyəcəyik. Yəni mümkün deyil. Nədənsə bax bu indi Rusiyada baş verən hadisə elə bax belə davam edir. Razısınız mənə? Və bu gün davam eləmir axı. Miqyaslar çox fərqlidir təbii ki də bu faciəni bununla. Sadəcə demək odur ki, bax biz heç vaxt bunu unutmayacağıq. Nə 20 yanvarı, nə Xocalı faciəsini. Əlbəttə mən ümumiyyətlə baxın bir dəfə Moskvaya gedəndə mən gördüm ki, Azərbaycandan gedən sərnişinlər başqa qapıdan deməli gözləmə salonuna buraxılırlar. Yalnız azərbaycanlılar deyil, türkmənlər, nə bilim hamısı da. Ruslar özləri başqa qapıdan. Baxmayaraq ki, hamımız eyni bir məkanda, eyni bir sistemdə yaşayırdıq və bu fərq hələ o vaxtda məndə belə bir travma yaratdı ki, necə sən demə bu belə bir böyük bir ayrı seçkilik var imiş və hər kəs də bunu görür və hər kəs də bunu susur, yəni səsini qaldırmır. Demir axı bu niyə belə olmalıdır? Əgər eyni qanunlar işləyirsə, onda bu hər kəsə eyni cür tətbiq olunmalıdır. Nəysə, amma 20 yanvar əlbəttə ki, yalnız 20 yanvar deyil ki. Yalnız deyil, təbii. Yalnız 20 yanvar deyil. Yəni bu bizim bu parlaq atəşdir, biz onu gördük. Amma parlamayan atəşlə ölən o qədər insanlarımız, öldürülən o qədər insanlarımız var ki. Bir də belə bir fikir var da ki, bizim orada yaşadığımız 5 milyon soydaşlarımız, onlar sanki bir nə bilim girovda yox, yəni biz onlara görə susmalıyıq. Onların başına heç nə gəlməsin. Tez-tez bizim siyasətçilərimiz bu fikri deyir. Mən ona qarşıyam. Yəni həqiqətdir də, əgər dəstəkdir. Yəni biz məncə də dəstək olmalıdır burdan. Bir, ikincisi bəzən deyirlər ki, bəs onlar bura qayıtsa nə olar? Nə olsun ki, qayıtsın? Birinci, əgər onlar oranın vətəndaşıdırsa, yəni orada qalmalıdırlar və qayıdırlar, qayıtsınlar. Yəni burada qorxulu bir şey yoxdur. Əsas odur ki, bu haqsızlığa qarşı səsi ucaltmaq lazımdır. Yəni bu haqsızlığa qarşı çıxmaq lazımdır. Orada Azərbaycanlıların bu sistemi bilən, hüquqlarını müdafiə etməyi bacaran insanlar önə çıxmalıdır. Və qanunun dilində, hüququn dilində danışmalıdır onlarla. Belə. Bir şey də deyim Şahbaz bəy. Nə qədər? Bəli. 20 dəqiqədən çox deyil, narahat olmayın. Yox, çox oldu məncə. Mən bir şey də sizə deyim, istəyirəm də biraz tema belə partlatsın da. Bizim daimi oxucularımız, yəni ümumiyyətlə də siz bilirsiniz də, biz statistikaya həmişə baxırıq hər zaman və bizim kitab şəbəkəmizdə əsas oxucular rus dilləridir. Mən onları çox istəyirəm, çox sevirəm və əksəriyyət məhz rus dilində kitablarını oxuyur. Rus yazıçılarının yox yeri gəlmişkən, təzədən deyim, tərcümələri. Bunu necə izah edə bilərsiniz? Əlavə bir dil öyrənirlər. Hətta azərbaycanlılar da, yəni onların əksəriyyəti azərbaycanlılardır, yəni ki, rus məktəblərində deyək, rus təhsil sistemi, Azərbaycanda olan rus məktəblərinin təhsil sistemi kitaba daha yaxındırlar. Ən azı heç olmasa kitabla bağlı daha çox danışırlar. Gəl burada kəsək, növbəti podkastda bu mövzuda danışarıq. Olar? Deyəcəklər ki, qorxdunuz bu temadan. Yox, sadəcə fasilə götürdük. Yaxşı. Çox sağ olun. Bir dəqiqə. Siz yeni gələn kitabları təqdim etməliydiniz, yeni çıxan kitablar. Mən bu kitabla bağlı qısaca danışım. Hazırda oxuduğum 3 kitabdan biridir.
Bunu oxuyuram, Yellow Face oxuyuram. Bir də məndən alan Yellow Face hələ biz nəşr etməmişik. Niyə oxuyursunuz? Çırçaya, Kirke kitabını oxuyuram. Bax bu çox qəşəng kitabdır. Adı biraz çox sərt səslənir, amma həqiqətən çox yaxşıdır. Yəni bunu əlinə götürən başlayır məzəlləməyə ki, hə, hamı idiotdur, mən belə deyiləm falan. Yox, qəti bununla bağlı deyil, çox dərin, elmi əsaslı bir kitabdır belə. Bir də mən çox sevdiyim Agatha Christie, dedektivləri çox sevirəm, hədsiz. Nə vaxt ki mənim ovqatım yoxdur, həmişə dedektiv oxuyuram. Agatha Christie-ni çox sevirəm. Belə. John le Carre'nin növbəti kitabını sizə təqdim edeyim. Bu kitab Balaca Barabançı qız. Ümumiyyətlə biz John le Carre ilə görüşmüşdük. Pingvinin böyük bir tədbiri var idi. Orada görüşmüşdük. Casuslar haqqında yazan çox məşhur bir yazıçıdır. Biz onun artıq 4-cü ya 5-ci kitabını nəşr edirik. Ay, yadıma düşdü. Yadında? Onunla görüşmüşdük. Bəli, çox gözəl bir restoran idi. Hardasa onun şərəfinə əslində düzənlənmişdi həmin gecə. Mən əsə-əsə yaxınlaşdım ona. Mənə dedilər ki, o burdadır. Mən belə əsə-əsə yaxınlaşdım. Çünki böyük yazıçıdır da həqiqətən və belə ağzı açıq ona baxırdım ki, o nə deyəcək. O da mənə baxıb dedi, nice nail. Yəni çox qəşəng manikürün var. Ayda. Dəli oldum mən. Belə şeylər tez-tez olur. Nə vaxt böyük yazıçıyla görüşürsən, həmişə onlardan müdrik bir söz gözləyirsən, nə bilim nəsə də belə fəlsəfi bir fikir. Bu da axmaq bir şey deyir, ağzı açıq qalırsan ki, bu nədir? Bu da uşaqların tərbiyəsi ilə bağlıdır. Yəni sakit sözə baxan, yəni çox da yəni belə dəcəllik etməyən uşaqlarla necə ünsiyyət saxlamalı, necə onları belə düzgün tərbiyə etməli. Ondan bəhs edən bir kitabdır. Uğur olsun. Belə, bugünkü kitablar da belə, hələlik növbəti podkastda kimi.